Salam uşaqlar, mən sizə bugün DİM-in test toplusunda möhtəşəm bir sualla gəlmişəm. Deməli, sualda bizə ifadələrin sadələşdirilməsi ilə bağlı deyil. Deməli, burada bizə verib ki, p kvadrat çıx q bölünsün, p vurulsun. Burada 1/2 onun ikinci dərəcədən kökün altında olduğunu göstərir. Kökün altında q, üstə gəlinsin q. Daha sonra nə edə bilərik? Burada siz yuxarı baxanda bir kvadrat görürsünüz. Əgər bir kvadrat görürsünüzsə, yuxarının deməli nəyinsə bir kvadratları fərqi nə gətirməlisiniz ki, orada ixtisarlar apara bilək. Nə edə bilərik yuxarını? Q əslində kökdə q-nın kvadratıdır. Çünki kökdə q-nın kvadratını yüksəltsək, köklər gedər, q qalar. Ona görə yuxarını mən nə kimi yazıram? P çıxılsın kök q, p üstə gəlinsin kök q bölünsün. Aşağıdakı ifadədən isə gördüyünüz kimi hər iki tərəfdə q var və biz dedik kök q-nın kvadratı q verirsə, onda bu kök q vurulsun kök q deməkdir. Onda gətirib biz oradan kökdə q-nı mötərizə xaricinə çıxarsaq nə qalır? Kökdə q-nı mötərizə xaricinə çıxarsam bu ifadədən p üstə gəlinsin kökdə q qalar. Bu iki ifadəni belə ixtisar apararam. Onunla cavabımız alınacaq. P çıx kökdə q bölünsün kökdə q. Lakin biz burada cavablara gəldikdə elə bir cavab görmürük. Səbəbi isə bu ifadənin bəxəci analıqdan azad eləmək də deyil. Burada bu ifadəsində biz bildirik ki, kəsirlərin toplanması və çıxılmasından bu ifadə pi bölünsün kök q çıxılsın p bölünsün çıxılsın kök q bölünsün kök q deməkdir. Çünki ortaq məxrəci gətirmək üçün kök q-dır. Yuxarılarda pi çıx kök q olaraq qalır. Onu bu iki ifadə ixtisar getsə cavabımız alınar. P bölünsün kök q çıxaq 1. O da cavab elədi C bəndi.